həyat bir dəfə verilir. Öz ürəyin istəyən kimi sən orada gəz, istirahət elə. Nə istəyirsən al özünə. Çünki həyat sənə bir daha verilməyəcəkdir. Getdiyin yerdə xoşbəxt ol. İndi ay gözəllərim, mən sizin hamınızı dəvət eləmişdim. Ehtiyacı olan olsaydı, mən onun yerinə də pul verərdim, amma gələrdilər də. Yəni ki, burada çətinliklərimiz var, təbiidir. Amma mən hamınızı bir yerdə görmək istəyirəm. Çünki biz elə bir yurtdan, elə bir evdən, elə bir kənddən gəlmişik ki, bizim xeyrimiz olanda da, şərimiz olanda da kənd bir yerdə olur. Ola bilsin tənhalıqda, tənlikdə kimsə kimlə söhbəti olubdur, o başqa mövzuda. Amma yadınızdadırsa da toylarımız olanda hamımız qruba yığışardıq. İraq olsun, yas olanda da İraq süfrəmizdən, İraq qulaqlarımızdan, yas olanda da kənd yığılıb o məclisi yola verirdi. Bundan sonra gəlin, bir yerə yığılaq, bir anlıq, bir neçə saatlıq biz cilə qaydaq, göyçiyə qaydaq. Yəni cildəki həyatımıza qaydaq. Mən sizin hamınızı sevirəm. Ola bilər kimləsə küsürəm arada, o da müvəqqəti şeydir. Hirsim yağdır, biraz qorxdu, sonra sönüb gedir onlar. Yəni mən həyatda kinim olmayan insanım. Yəni bu belə hər adama da qismət deyil. Belə kinsiz yaşamaq, yəni mənim kinim yoxdur. Hamınızı çox sevirəm, hamınıza can sağlığı arzulayıram. Bu 2026-cı il üzünüzə xoş niyyətlərlə, xoş arzularla gəlsin. Xeyirli, bərəkətli, ruzulu bir ilimiz olsun canım qızlarım. İnşallah, inşallah Allah deyən olsun. Mənim yübleyimə çox var. Amma mənim bu il 2026-da İş stajımın 50 illiyi olacaq. Və mən o vaxta qədər işləyə bilsəm, sağ-salamat qalsam, o yübleyimi qeyd edəcəm. Bir kişi 60 il, bir qadın 50 il işləyirsə də Peyğəmbər rütbəsinə çatır. Mən dayanmadan işləmişəm, bu 50 ilimdə fasiləm yoxdur. Onu da sizin hamınızı özüm qonaqlıq verəcəm. Yəni ki, heç bir maddi problem məsələsi həll olunmadan özümün arzumla, özümün niyyət eləmişim və hamınızı dəvət edəcəm. Allah niyyətini çatdırsın. İnşallah. Bax, belə qızlar, mən istəyirəm həmişə bir yerdə olun. Xahiş edirəm. Olaq. Olaq da, həmişə bir yerdə olaq. Az da isək, çox da isək bir yerdə olaq. Yemək hər zaman var. Biz həmişə bir yerdə ola bilmərik. Allah hamımızı qorusun, musiqiçilərimizə də Allah can sağlıq versin, əlim, həmişə yanımızda olun. Bizim nətər deyirlər, tozlar göy deyir, tozlar göy, mədəni deyirlər. Yəni, bir tərəf toz cəmatın ləhcəsi ilə deyirlər. Həmişə bizim yanımızda olun, göyümüz olun. Bizim gözəl qızımızın həmişə yanında olun, başının üstündə olun. Allah sizi bir-birinizə çox görməsin. Amin, amin. Allah böyüklükdən əski eləməsin sizə. Çox sağ olun, əzizlər. Mərhələ verəcəm sözümüzü. Darıxmayın. Mənə işarə eləmək, kifayətə də verəcəm, bir daha əmniyə də verəcəm sözümüzü. Yəni, hər kəsin öz yeri var. Məsələn, burasındadır ki, Hökmə xanımın dediyi bayaqki sözü ki, gəlmək təklifini mən də ayrılıqda, Arifada bir neçə nəfərə təklif elədim ki, gəlin təmənnasız, gəlin qrup onu ödəyəcəkdir. Biz onu, çünki elə adamlar var ki, 7, 8, 9 ayını ödəyiblər, bu gündən sonra ödəyə bilmirlər. Onların biz geri qaytarmaq məsələsi problemdir deyə artıq bu tərəfdən ödəmək istəyərdik ki, biz özümüz ondan maliyyələşdirək. Gəlmədilər, təklifimizi qəbul eləmədilər. Bizdə axı bir qürur məsələsi də var, bunu da. Amma mən bunu arxadan elə dedim ki, heç kim bilmədi ki, kim bilir ki, kimə də demişəm. Və burada da biz onu eləyə bilərdik ki, heç kim bilməsin. Sadəcə bunu. Amma yenə deyirəm, çalışaq ki, qarın üçün deyil, həyat üçün yaşayan, qədir üçün yaşayan, dəyər üçün yaşayan. Yəni, gerçəkdən də insan dünyaya bir dəfə gəlir. Bugün bu ruhla bir dəfə gəlir. Kim bilir ruhumuz neçə dəfə göydən yerə enib, altında bu neçəncidir. Ona görə də bu bədənlə, bu fizioloji bədənlə bir dəfə gəlmişik bu ruhla. Bu ruhumuzu qidalandıraq, bayaq o cür ruhumuzu dəyərləndirək, ruhumuzu qidalandıraq, ruhumuzu mayalandıraq. At ilişkində tərif oldu birimiz, at Muraddır. Muradınıza gedəsiniz. Allah hər birinizə can sağlığı versin, o şekil kebab soymamış, sonra devam edərək. Sağ olun.